Salam əziz müəllimlər, hər vaxtınız xeyirli olsun, hər birinizi xoş gördük. Mən Mürsalova Gülnarə, FES Akademinin kurikulum müəllimi. Dəyərli sertifikasiya müəllimlərimiz, bildiyiniz kimi FES Akademi artıq hər həftə sertifikasiya imtahanına hazırlaşan müəllimlər üçün çərçivə sənədinə uyğun olan sınaqlar tərtib edir və bu sınaqlar sizin imtahanda daha gözəl şəkildə suallara cavab verməyiniz üçün bir vasitədir. Ona görə də siz bu suallardan yararlanmaq istəyirsinizsə, FES Akademinin Riyaziyyat, Azərbaycan dili, kurikulum kanallarına abunə ola bilərsiniz. Tez-tez həm yenilikləri, həm də imtahanda qarşınıza çıxan tipləri orada görə bilərsiniz. Gəlin indi sualımıza davam edək. Deməli, gördüyünüz bu sual qəbul sualıdır. Baxaq sualımıza. Müəllim Məmməd Səid Ordubadinin Qılınc və Qələm əsərini keçərkən şagirdlərə tapşırır ki, əsəri oxuduqdan sonra tarixi faktlarla verilmiş faktları müqayisə etsinlər, qələmimizi götürək. Deməli, müəllim Qılınc və Qələm əsərini keçir, sonra uşaqlara tapşırır ki, tarixi fakt və əsərdə verilmiş faktı müqayisə etsinlər, bədii təxəyyülün tarixi faktları nə qədər dəyişdiyini müəyyən etsinlər və gəldikləri nəticəni əsaslandırsınlar. Məsələn, bu sualda həm idrac taksonomiyasını, həm də sizdən inteqrasiyanı istəyəcək. Dəyərli müəllimlər, bu suallara həmişə birinci bir tərəfli cavab verin. Məsələn, taksonomiyanı tapın və yaxud da təfəkkürü istəyirsə, birinci təfəkkürü tapın, daha sonra keçin inteqrasiyanı axtarmağa davam edin. Qılınc və Qələm əsərini biz harda keçirik? Ədəbiyyat dərsində, düzdürmü? Və burada deyir ki, bizə əsərdəki fakt və tarixi faktları müqayisə etsinlər. Yəni, Qılınc və Qələm tarixi faktları əks etdirən bir əsərdir. Orada da hər hansı bir dövrdən danışılır. Tarixi fakt deyirsə, artıq mən burada nə etdim? Azərbaycan dili və ədəbiyyatı inteqrasiya etdim. Hətta indi gəlin baxaq, ədəbiyyatın 2 məzmun xətti var, düzdür? Oxuyub anlama, bir də nitq, mədəniyyəti, ünsiyyət. Deməli, burada uşaqlar həm əsəri oxuyacaqlar, həm də əsaslandıracaqlar, yəni danışacaqlar. Ədəbiyyatın da 2 məzmun xəttindən istifadə etdik. Həm birinci məzmun xəttindən, həm ikinci məzmun xəttindən. Deməli, biz burada tapdıq ki, burada fəndaxili, fənlərarası inteqrasiya var. Baxırıq variantlarımıza. 2 variantımızın üstündən xətt çəkirik. Qaldı 3 variantımız. Fənüstü inteqrasiyanın da üstündən xətt çəkirik. Nəyə görə xətt çəkirik? Çünki fənüstü inteqrasiyada artıq biz layihə əsaslı öyrənmənin izlərini görməliyik. Layihə əsaslı öyrənmə nədir? Müəllim şagirdə problemli bir situasiya verəcək, şagird gedib o problemin həll yolunu araşdıracaq və sonda bir məhsul gətirib təqdim edəcək. Hansı ki, o məhsul həm yaradıcılıq, yaratmaq mərhələsinə uyğun gəlsin, həm də şagirddə 21-ci əsr bacarıqlarının formalaşdığını göstərsin. Ona görə artıq fənüstü inteqrasiyanı biz hər yerdə axtarmamalıyıq. Qaldı burada hansı variantımız? Deməli, fəndaxili, fənlərarası D variantımız. İndi gəlin taksonomiya mərhələsinə baxaq. Biz bilirik ki, taksonomiyanın neçə mərhələsi var? 6 mərhələsi var. Onun 3-ü aşağı təfəkkür səviyyəsinə aiddir, 3-ü isə yuxarı təfəkkür səviyyəsinə aiddir. Deməli, bizdə burada verilib təhlil mərhələsi. Biz bununla razılaşırıq. Çünki əsəri oxuyuruq, əsərdəki faktları müqayisə edirik və əsərə baxıb müəyyən edirik. Biz bunu dəyərləndirmək mərhələsi götürə bilmərik əsaslandırmaq feilinə görə. Əsaslandırmaq feili həm dəyərləndirmək mərhələsində sizin qarşınıza çıxar, həm də təhlil etmək mərhələsində sizin qarşınıza çıxar. Amma baxırıq, əgər mən öz fikrimi bildirirəmsə, əgər mən öz argumentlərimi gətirirəmsə, mən öz münasibətimi bildirirəmsə, bu o zaman olur dəyərləndirmək mərhələsi. Amma mən faktı götürüb əsaslandırıram, sübutu götürüb əsaslandırıram, başqasının fikrini götürüb əsaslandırıram, başqalarının mövqesini əsaslandırıramsa, bu artıq təhlil mərhələsinə uyğun gələcək. Deməli, bir də cavab D variantı. Baxaq. Yanlış fikri müəyyən edin. Planlamadan bir sual sizin qarşınıza çıxacaq və müəllimlər, bugün izah etdiyim 10 sualın 10 suala aid bütün dərslər bizim YouTube kanalımızda var. Abunə olub orada qəbul sualları ilə, qəbula düşən tiplərlə tanış ola bilərsiniz. Gəlin baxaq. Müəllim gündəlik planlamada diferensial yanaşmanı təmin edən tapşırıqları
əvvəlcədən müəyyən etməlidir. Bu doğru fikirdir. Differensial yanaşma müəllim hər gün uşaqları müxtəlif onun sinifində əgər fərqli intellektlər varsa, fərqli maraqlar, öyrənmə tərzləri varsa, müəllim bunları nəzərə almalıdır. Müəllim təlim nəticəsinə uyğun olaraq sinif fəaliyyətinin bütün siniflə, kiçik qrupla və yaxud da fərdi formada olacağına əvvəlcədən qərar verməlidir. Bəli, doğrudur. Yəni iş üsulunu, iş formasını əvvəlcədən müəyyən etməliyəm və bunu da nəyə əsasən müəyyən edirəm? Təbii ki, təlim məqsədinə əsasən. Dərsin planlamasında öyrənmə fəaliyyəti dərsin son məqsədi deyil. Ona çatmaq üçün görülən işlər yerinə yetirilən tapşırıqlardır. Bəli, doğrudur. Öyrənmə fəaliyyəti müəyyən iş üsullarını nəzərdə tuturuq, iş formaların, təlim strategiyalarını burada nəzərdən tuturuq. Dərsin planlamasında öyrənmə fəaliyyəti təlim nəticələrinə və qiymətləndirmə meyarına xidmət etməlidir. Bu da doğrudur. Ümumiyyətlə müəllimlər yadda saxlayan həm illik planlamada, həm gündəlik planlamada 3 vacib məsələ var. Hətta geriyə planlama deyirik. Müasir yanaşma kimi biz geriyə planlamadan da istifadə edirik. Mən onları burada qeyd edirəm, siz də özünüz üçün qeyd edin. Birinci nə olur olsun, təlim nəticəsi gəlməlidir. İkinci, qiymətləndirmə gəlməlidir. Üçüncü, öyrənmə fəaliyyəti gəlməlidir. Bu ardıcılığı əsla yaddan çıxartmayın. Nəyə görə yaddan çıxartmayın? Məsələn, bu ardıcılığı yadda saxlamaqla siz nəyin nəyə xidmət edəcəyini daha yaxşı götürə bilərsiniz. Yəni, məsələn, qiymətləndirmə nədən sonra gəlir? Təlim nəticəsindən sonra. Deməli, qiymətləndirmə təlim məqsədinə uyğun qurulmalıdır. Öyrənmə fəaliyyəti nədən sonra gəlir? Təlim nəticəsi və qiymətləndirmədən sonra. Deməli, öyrənmə fəaliyyəti həm təlim nəticəsinə, həm də qiymətləndirmə meyarlarına xidmət ediləcək şəkildə müəyyən olunmalıdır. Yəni, mən hansısa iş üsulunu seçirəmsə, birinci məqsədimə baxıram. Mən bu iş üsulu ilə məqsədimi reallaşdıra biləcəmmi? Mən bu iş üsulu ilə şagirdlərimi qiymətləndirə biləcəmmi? Ona görə bu ardıcılığı yadda saxlayın. Bir dərs üçün müəyyən edilən təlim nəticəsinin ümumi olması, bir çox fəaliyyəti özündə əks etdirməsi, doğru yanaşma əks etdirməsi məqsədə uyğundur. Əziz müəllimlər, yadda saxlayın. Təlim nəticəsi birinci məqsədə uyğun olmalıdır. İkinci, təlim nəticəsi bir neçə fəaliyyət yox, bir fəaliyyəti özündə əks etdirməlidir. Yəni, bugün müəllim məqsəd çıxardırsa, o məqsəddə bir bacarığı, bir də şagirdin öyrənəcəyi bilik hissəsi öz əksini tapır. Mən bir neçə fəaliyyəti əgər məqsəddə əks etdirsəm, onun hansını və necə həyata keçirdəcəm? Bu artıq absurd bir fikirdir. Ona görə Y variantı bizim yanlış variantımızdır. Davam edirəm. Müəllim dərsdə müzakirəyə əsaslanan fəaliyyət təşkil edir. Fəaliyyət zamanı iki şagird tez-tez bir-birlərinin fikirlərini kəsirlər və mübahisə edirlər. Müzakirə emosional xarakter daşıyır. Digər şagirdlər isə müzakirəyə qoşulmaqdan çəkinir və yaxud da diqqəti əsas mövzulardan yayındırırlar. Müəllim vəziyyəti bir neçə dəfə sakitləşdirməyə çalışsa da, mübahisə təkrar-təkrar baş verir. Bu vəziyyət ən çox hansı pedaqoji problemin mövcudluğuna işarə edir? Gəlin birinci bir situasiyamızı oxuyub anlayaq. Söhbət burada nədən getdi? Burada iki şagird mübahisə edir və müəllim də onları sakitləşdirə bilmir. Söhbət artıq emosional xarakter alıb. Yəni, uşaqlara emosional cəhətdən də bu söhbət pis təsir edir. Müəllim müzakirə metodundan istifadə etsə də, şagirdlərin əvvəlki biliklərini aktivləşdirə bilmədiyi üçün diskussiya məqsədyönlü alınmır. Məsələn, burada elə bir söhbətdən, elə bir, belə deyək də, məsələni biz görmədik. Yəni, fəaliyyət zamanı heç baxmadıq ki, burada müəllim əvvəlki bilikləri aktivləşdirib, yoxsa yox. Yəni, A variantı bizim situasiyamıza uyğun deyil. Müəllim sinifdə müzakirə apararkən ünsiyyət və əməkdaşlıq qaydalarını əvvəlcədən formalaşdırmadığı üçün dəstəkləyici və təhlükəsiz öyrənmə mühiti tam təmin olunmur. Bunu saxlayaq. Çünki bu ola bilər. Müəllimin qaydaları, prosedurları xatırlatmaması bu cür mübahisələrə səbəb ola bilər. C variantına baxaq. Müəllim mübahisə edən şagirdlərin fikrini vaxtında qiymətləndirmədiyi üçün onlar daha çox fikir bildirməyə çalışacaq və müzakirə uzanacaq. Burada söhbət müəllimin onları fikirlərini qiymətləndirməkdən getmədi. Burada uşaqlarda ünsiyyət mədəniyyəti yoxdur. Uşaqlar bir-birlərinin sözlərini kəsirlər, dinləmə yoxdur, tolerantlıq yoxdur. Ona görə C variantda çıxıran variantlardan.
Müəllim müzakirə zamanı şagirdlərin fərdi xüsusiyyətlərini nəzərə almadığından onlarda idrak fəallığı bərabər səviyyədə inkişaf etmir. Təbii ki, D variantı da mənim situasiyama uyğun deyil. Yenə də deyirəm, mənim situasiyamda əsas məsələni birinci müəyyən edirəm. Bu şagirdlərdə ünsiyyət mədəniyyəti yoxdur. Uşaqlar mövzudan yayınır, söhbət emosional xarakter alır. Müəllim nə etməli idi? Müəllim harda səhvə yol verib? Müəllim müzakirəni fasilə ilə dayandırmalı, mübahisə edən şagirdlərin davranışını təhlil edərək nizam-intizamı bərpa etməlidir. Müəllimlər yadda saxlayın, müəllim hər dəfə müzakirəni fasilə ilə dayandırsa, o zaman mənim 45 dəqiqəmin bir 15 dəqiqəsi ancaq uşaqları sakitləşdirməyə gedəcək. Amma əvvəlcədən mən ünsiyyət qaydaları qoysam, əməkdaşlıq qaydalarını formalaşdırsam, dəstəkləyici mühit yaratsam, təhlükəsiz, hər kəs öz fikrini açıq şəkildə ifadə edə bilər bir mühit yaratsam, o zaman bu problemlər baş verməyəcək. Dördüncü suala baxaq. Müəllim şagirdlərə layihə tapşırığı verir. Şagirdlər qruplara bölünərək məlumat toplamalı, nəticələri təhlil etməli, təqdimat hazırlamalı və birlikdə icra etməlidirlər. Yəni işi birlikdə görməlidirlər. Müəllim müşahidə edir ki, qrup üzvlərindən biri tapşırığın araşdırma hissəsini böyük həvəslə yerinə yetirir, amma fikir mübadiləsi aparmaqdan çəkinir, qərarları bircə qəbul etməkdən yayınır. Bu vəziyyət qrupdakı əməkdaşlıq prosesini zəiflədir. Müəllim hansı addımı atsa problemi həll edər. Baxın, layihə tapşırığı verir, uşaq hər bir şey edib, bircə uşaqlarla, digər sinif yoldaşları ilə əməkdaşlıq edə bilmir, fikir mübadiləsi apara bilmir. Şagirdə qrup qaydalarını pozduğunu xəbərdarlıq edərək onu nəyəsə məcbur etməlidir. Düzgün deyil bu. Layihənin qiymətləndirilməsində əsas meyarı vaxtdan səmərəli istifadə olduğunu vurğulamalıdır. Bəlkə də əgər müəllim burada desəydi B variantında ki, əsas meyar kimi əməkdaşlıq, ünsiyyət təqdim etmə olacaq, o zaman biz B variantını doğru götürərdik. Amma hal-hazırda B variantı düzgün deyil. Çünki burada vaxtdan söhbət getmədi. Uşağın problemi vaxt deyil. Layihə fəaliyyətində hər bir üzv üçün konkret rol və məsuliyyətlər müəyyənləşdirərək şagirdi müzakirəyə cəlb etməlidir. Bəli, C variantı doğrudur. Müəllim uşaqlara məsuliyyətlərini dərk etmələri üçün şərait yaratmalıdır və rolların bölüşdürülməsinə diqqət etməlidir. Əgər bu şagirdin şəxsiyyət xüsusiyyəti ilə bağlıdırsa, layihəni araşdırma hissəsini ona fərdi tapşırıq kimi vermək daha məqsədə uyğundur. D variantı doğru görünən səhv cavablarımızdan biridir. Şagirdin həvəsi yoxdursa, məsələn, o introvert şəxsiyyət tipinə malikdirsə, fərd daxili intellektə malikdirsə, yenə də bu o demək deyil ki, biz o şagirdə həmişə fərdi tapşırıq verməliyik. Y variantına baxaq. Qrup işində əməkdaşlıq etmək istəməyən şagirdin fəaliyyətinə müdaxilə etməmək və layihənin ümumi nəticəsinə diqqət yetirmək daha məqsədə uyğundur. Təbii ki, bu da səhvdir. 5. Müəllim summativ qiymətləndirmədən sonra şagirdlərlə səhvlər üzərində iş mərhələsini təşkil edir. Bir şagird tapşırıqda etdiyi səhvin səbəbini soruşduqda müəllim cavabı birbaşa demir. Əvvəlcə o, ardıcıl yönəlci suallar verir. Şagirdin öz düşünmə prosesini təhlil etməsinə, səhvin harda yarandığını müəyyən etməsinə şərait yaradır. Nəticədə şagird səhv addımı özü müəyyənləşdirərək düzəliş edir. Müəllimin bu yanaşmasının əsas pedaqoji məqsədini daha düzgün ifadə edən fikir hansıdır? Təbii ki, biz burada müəllimin hansı bacarığını gördük? Fasilitator bacarığını. Müəllim yönəlci suallardan istifadə etməklə şagirdin öz düşünmə strategiyalarını təhlil etməsinə və öyrənmə prosesini şüurlu şəkildə idarə etməsinə imkan yaradır. Amma məsələn, digər variantlarda müəllim istəyir şagirdə deklarativ bilik formalaşdırsın, yanlışdır. Deklarativ bilik hafizəyə əsaslanan bilikdir. Müəllim istəyir ki, şagirddə yaradıcı təfəkkür formalaşsın. Burada yaratmağa aid heç bir sualdan söhbət getmədi. Summativ üzərində iş gedir. Müəllim kollektiv müzakirənin olmasını istəmir. Y variantı da təbii ki, səhvdir. A variantında deyir ki, müəllim istəyir ki, şagirdin emosional rahatlığını qorusun və səhvə qarşı mənfi münasibətin formalaşmasının qarşısını alsın. Mənim situasiyamda A doğru görünə bilər, amma yanlış variantdır. Çünki burada müəllimin məqsədi uşaqda səhvə qarşı mənfi münasibəti aradan götürmək deyil.
Müəllimin münasibəti uşağın səhvinin özünün tapmasına şərait yaratmasıdır. Yəni bir növ fasilitatorluq etməsidir. Aşağıda verilən fikirlərdən hansı fasilitator müəllimə xas olan bacarıqlara aid deyil? Ümumiyyətlə yadda saxlayın. Fasilitator müəllim deyəndə biz hansı müəllimi nəzərdə tuturuq? Fasilitator şagirdə yol göstərən müəllimdir. Hazır şəkildə məlumatı verməyən, hazır şəkildə məlumatı təqdim etməyən, amma şagirdi yönəldən müəllimdir. Fasilitator müəllim uşaqları daima müşahidə edir. Fasilitator müəllim uşaqlarla hər hansı bir tapşırıq verəndə yönəldici suallardan istifadə edir. Birbaşa materialı uşaqlara təqdim etmir. Əgər uşaqlara nəyisə öyrətmək istəyirsə, bir mənbə yox, bir neçə mənbə təqdim edir və uşaqlar özləri qərar verir ki, hansı mənbə daha uyğundur. İndi gəlin baxaq görək, hansı fasilitator müəllimə aid olmayan bacarıqdır. Deməli, müəllim plan hazırlayanda uşaqların fərdi xüsusiyyətlərini nəzərə alması fasilitatordur. Dərsin yalnız yekun nəticəsinə baxmır, lazım gələndə öyrənmə prosesini izləyir, lazım gələndə təlim fəaliyyətini tənzimləyir, doğrudur. Tədris prosesində şagirdləri müşahidə edir, lazımi məqamda onlara istiqamət verir, konkret yollar göstərir, doğrudur. Təlim zamanı əldə olunan nəticələri, şagirdin nailiyyətlərini təhlil edir, növbəti mərhələdə nə etmək lazımdır, təlim strategiyalarını müəyyən edir, bu da doğrudur. Müəllim şagirdin cavabını dinləyərkən əvvəlcədən gözlədiyi cavabı əldə etmək üçün müzakirəni həmin nəticəyə yönləndirir. Baxın, bizim səhv variantımız Y variantıdır. Müəllimin istədiyi cavabı uşaq verməməlidir. Uşaq öz cavabını deməlidir. Müəllim gözləyir ki, mən nə düşünürəmsə uşaq da onu desin. Bu hansı suallarda ola bilər? Faktoloji suallarda. Yəni o sualın konkret bir cavabı var. Amma müəllim şagirdə açıq sual verirsə, bu məsələ dəyişir artıq. Burada hər bir şagirdin öz fikri var, hər bir şagirdin öz yanaşması var və müəllim də bunları qəbul etməlidir. Davam edirəm. Sözlərin sətirdən sətrə keçirilməsi mövzusunu keçərkən hansı alt standartı reallaşdırmaq olmaz? Baxın müəllimlər, belə suallar 2024-cü ilə qədər dəfələrlə sertifikasiya və MİQ imtahanına düşüb və bu suallarda adətən diqqətli olun, çox asan tapılası suallardır. Məsələn, sizə sözlərin sətirdən sətrə keçirilməsini vermir. Baxın, A variantı uyğun gəlir. B variantı, yəni sətirdən sətrə keçirilərkən qaydalara uyğun yazırsan, uyğun gəlir. Sözü düzgün oxumadıqda cümlədə ifadə olunan fikrə əsaslanaraq öz səhvini düzəltməklə yenidən oxuyur. Məsələn, belə deyək də, şagird hər hansı bir hecanı və yaxud da sətirdən sətrə keçirtməklə sözü düzgün oxumur, yenidən qayıdıb oxuyur. C variantı uyğun gəlir. Varlığın əlamətini sadalamaqla təsvir edir. Bax, varlığın əlaməti sifətdir də, düzdür? Yəni, sifət ayrı bir mövzudur. Sözün oxunması, sətirdən sətrə keçirilməsi isə başqa bir mövzudur. Yəni, mən bu mövzu ilə bu alt standartları reallaşdıra bilərəm. Bircə D variantını reallaşdıra bilmərəm. Davam edirəm. Diferensial təlimin komponentlərinə uyğunsuzluğu müəyyən edin. Deməli, diferensial təlimin bilirik ki, 4 komponenti var. Birinci komponenti məzmundur. İkinci komponenti prosesdir. Üçüncü komponenti nəticədir. Dördüncü komponenti qiymətləndirmədir. Əgər bu suala kimsə səhv cavab yazıbsa, mütləq şəkildə öz qaydasını götürsün, qeydini götürsün. Məzmun deyəndə biz idraç taksonomiyasının mərhələlərini yadımıza salırıq. Yəni, müəllim məzmunu şagirdə müxtəlif yollarla izah etməlidir. Müxtəlif suallar hazırlamalıdır, müxtəlif tapşırıqları olmalıdır. 6 mərhələyə uyğun olmalıdır müəllimin təqdim etdiyi məzmun. Proses deyəndə burada artıq iş üsulları, iş formasından söhbət gedir. Müəllim öyrənmə prosesini necə təşkil edir? Cütlə, qrupla, fərdi aparır, hansı yanaşmanı tətbiq edir? Bax, bu prosesə aiddir. Nəticə deyəndə uşaq öz işini necə təqdim etmək istəyirsə, biz ona şərait yaradırıq, gətirib təqdim etsin. Əsas məsələ budur ki, biz uşağın öyrəndiyini görək və bizim şagirdimiz əgər işini necə təqdim etmək istəyirsə, biz ona şərait yaratmalıyıq. Məsələn, şeiri danışa bilmir, onu nəzm formasında danışır və yaxud da nəsr formasında danışır. Şeiri danışa bilmir, şəklini çəkib gətirir və bunlar hamısı nəticə komponentinin üstünlüyünü göstərir.
Qiymətləndirmə deyəndə də artıq şagirdin təkcə müəllim tərəfindən hər dəfə qiymətləndirilməməsi, yoldaş qiymətləndirməsi, bəzən özünü qiymətləndirmə, qiymətləndirmənin müxtəlif üsullarından istifadə etmək, qiymətləndirmə zamanı uşaqların səhvlərini təhlil etmək, bunlar da qiymətləndirmə komponentinə aiddir. İndi baxırıq bizim doğru variantımız hardadır? Bizdən amma uyğunsuzluq istəyir. Biz doğrudan səhv tapmalıyıq, yanlışdan da doğru tapmalıyıq. Baxın, təlim zamanı şagirdlərə taksonomiyanın müxtəlif mərhələlərinə aid tapşırıqlar hazırlamaq məzmuna aiddir. Burada da sizə demişdim. Sinifdə şagirdin təlim məqsədinə çatıb-çatmamasını müxtəlif yollarla yoxlanılması diferensial təlimə xidmət edir. Bəli, şagirdin təlim məqsədinə çatıb-çatmamasını yoxlamaq qiymətləndirmədir. Müxtəlif yollarla deyirsə, bəli, o da qiymətləndirmə komponentinə aiddir. Deməli, 1 ilə 2 doğru olduğuna görə biz onları da götürmürük. Gəlin baxaq. Deyir, şagird öz istəyinə əsasən müxtəlif mənbələrdən istifadə edib işini təqdim edə bilər. Bəli, bu nəticədir. Götürmürəm, çünki səhv yoxdur. Hər bir şagirdin özünə məxsus intellekti öyrənmə tərzi var və müəllim də məzmunu müxtəlif yollarla uşağa çatdırmalıdır. Baxın, müxtəlif yollarla hər hansı bir müxtəlif üsullarla şagirdə dərs prosesini təşkil etmək, bu da proses komponentinə aiddir. Yəni, burada hamı düzdür, amma mən yanlışdan doğruları götürürəm uyğunsuzluq istədiyinə görə. Davam edirəm. Pənahəli xanın Azərbaycan xanlarını azad etmək qərarını necə qiymətləndirirsiniz? Bu tapşırığı yerinə yetirən şagirddə idraç taksonomiyasının dəyərləndirmək mərhələsi formalaşacaq. Nəyə görə dəyərləndirmək? Çünki sizdən soruşur. Deyir, o qərarı siz necə qiymətləndirirsiniz? Əgər siz meyara uyğun nəyisə qiymətləndirirsinizsə və yaxud da hər hansı bir verilmiş fikri qiymətləndirirsinizsə, dəyərləndirmək mərhələsinə aiddir. Və 10-cu sualımız isə iş üsulları ilə bağlıdır. Hər hansı bir əşyanın və ya hadisənin adı çəkilir, növbə ilə onun haqqında fikir və ya xüsusiyyətlər söylənilir. Müəllim hər bir fikirdən sonra sayır. 1, 2 və sonra sonuncu fikir söyləyən qalib gəlir. Aksiyondur, doğrudur, uyğunsuzluğu istəyir. Bu üsul şagirdə şəxsi konseptual anlayışlarını qurmağa, ideyaları əsaslandırmağa, müzakirəni stimullaşdırmağa kömək edir. Bəli, bu müzakirə xəritəsinin açar sözüdür. Şagirdə bir neçə əşya veririk və deyirik ki, qeyri-adi əşyalar yarat, əşyaların qeyri-adi istifadəsidir. Söz analizi aparmaq, söz ehtiyatı yaratmaq üçün istifadə olunan iş vərəqidir. Dördbucaqlı formada olur, qabağında klaster yazıb. Amma bizim D variantındakı situasiyamız Frayer modelinə aiddir. Söz ehtiyatı, şagirdin söz ehtiyatı, söz analizi aparmaq. Burada əvvəlcə müəllim tərifin qeyd etməsini istəyir şagirddən. Daha sonra tərifə aid xüsusiyyətlər, nümunələr və qeyri-nümunələr aparır. Frayer modelidir bu. Deməli, D variantı bizim səhv variantımız oldu, uyğunsuzluğumuz oldu. Belə əziz müəllimlər, bugünkü sınağın izahı bu qədər. Əgər bu sınaq sizə faydalı oldusa, sınağı bəyənməyi və paylaşmağı unutmayın. Hər həftənin bazar günü yayımlanacaq olan bu sınaqlardan siz də xəbərdar olmaq üçün kanala abunə olun, kanalı paylaşın ki, sertifikasiya imtahanına daha gözəl şəkildə hazırlaşa biləsiniz. Sağ olun, salamat qalın.